Oktyabrın 26-sında Beynəlxalq Qaleriya növbəti dəfə incəsənətsevərləri bir araya gətirərək Halloween bayramına həsr olunmuş tədbir təşkil etdi. Layihə rəhbəri Aygün Əzizovanın təşkilatçılığı ilə baş tutan tədbir onlayn keçirilmiş sərginin ölkəmizdən olan iştirakçılarının mükafatlandırılması məqsədi daşıyırdı. Tədbir zamanı Azərbaycanlı rəssamların mövzuya uyğun rəsmlərindən ibarət sərgi də təşkil olunmuşdu. Sərgidə Şəhanə Art Studiyonun rəhbəri Şəhanə Paşayeva, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, Kürdəmir Mədəniyyət Mərkəzinin müəllimi Yenigül Həsənova, eləcə də istedadlı rəssamlar Ayşən Şavruqova, Günəş Allahverdiyeva və Məlikə Eyvazova tələbələri ilə birlikdə iştirak edirdilər. Sərginin fəxri qonaqları Xəbərtayım portalının rəhbəri Yeganə Telman qızı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sevinç Hacıyeva idi. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova iştirakçıları salamlayaraq Halloween bayramının tarixi kökləri, simvolikası və incəsənətdəki yeri haqqında maraqlı məlumatlar təqdim etdi. Bildirdi ki, Azərbaycan rəssamları beynəlxalq platformalarda öz sözünü deməyə qadirdir və onların yaradıcılığı qlobal mədəniyyətin ayrılmaz hissəsidir. Halloween mövzusuna həsr olunmuş bu tədbir, rəssamların fərdi baxış bucağını və yaradıcılıq üslubunu əks etdirən əsərlərlə zənginləşdirildi. Sərgidə nümayiş olunan əsərlər Halloween mövzusunu müxtəlif texnika və yanaşmalarla əks etdirərək tamaşaçılara həm estetik zövq, həm də mədəni zənginlik bəxş etdi. Rəssamların təqdim etdiyi işlər qorxu, fantaziya, simvolizm və rənglərin dili vasitəsilə bayramın ruhunu canlandırdı. Bu əsərlər həm vizual cəhətdən cəlbedici, həm də məzmun baxımından dərin idi. Qonaqlar sərgi boyunca nümayiş olunan əsərlərlə tanış olaraq gənc rəssamların yaradıcılıq bacarıqlarını yüksək qiymətləndirdilər. Tədbirin sonunda iştirakçılara sertifikatlar, Halloween temalı xüsusi hədiyyələr təqdim olundu. Sərgi xatirə fotoları ilə yadda qalan bir günə çevrildi və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.